Deyirəm ki, gözəl bir Kitay maşını 1800 manat dostlar. İlkin ödənişlə günü 40 manada, 50 manada sürülənlərdən deyil. Kreditlə servisdən alınıb, özü şəxsən alıb, aparıb salıb kreditə. Gətirib yanı salmışdı bizdə kreditə. İndi aylığını ödəmir də, deyir istəmirəm. Çıxıb gedirəm. 1800 manatımı versinlər qardaş, qalan aylığında sizə ödəsinlər. Nətərdir? İstəyən olsa bu dəqiqə zəng eləsin, gəlsin, alsın, aparsın. Axırda nömrəni deyəcəm. Ən əsas nədir, əziz dostlar? Bax, deyək, belə Kitay maşınım var, fərqi yoxdur. Splinter şoförsən, rayon Bakı işləyirsən də. Amma özüvə də təcili pul lazımdır. Nə edirsən? Qeyd elədiyim nömrə ilə əlaqə saxlayırsan, gətirirsən, maşınını kreditə salırsan, 20 dəqiqə pulunu götürüb gedirsən. Bir də gələn aydan xırda-xırda ödəyirsən. Amma avtomobil generalinin öz adın olmalıdır. Keçdik buna. 2025-2032-yə qədər taksi fəaliyyəti var. Hər bir şey işlək vəziyyətdədir. 1800 manat ilkin ödəniş verirsən, götürüb aparsan, xırda-xırda da aylığını ödəyirsən. Salon göstərən yanmadım məndə. İstəyən olsa, bax dostlar, nömrəni də qeyd eləyirəm. Salon da belə səliqəli 050 723 3607. İstəsəniz bu dəqiqə zəng vurun, gəlin bunu alın aparın. Hər bir şeydə işlək vəziyyətdədir. Sağ olun.